Baxaq birinci testdə. When my parents changed they to Los Angeles. Bax, 2 dənə boşluğumuz var. Əgər bir cümlədə 2 boşluq varsa, çaşmaq olmaz. Həm variantlarla uyğunlaşdıra bilərsən testi, həm də ki, əvvəldə olan when bağlayıcısına. Cümlənin əvvəlində when bağlayıcısı var. Deməli, when də elə if kimi özündən sonra gələcək zaman istəmir. 2 və 4-ü çıxırıq. Deməli, harada 2 var, harada 4 var, çıxırıq. Niyə? Bağlayıcıların yanında gələcək zaman işlənməz. İndi zamanları uyğunlaşdırırıq. Bir doğrudur. İndiki və gələcək zaman uzlaşması. İndi baxırıq 3-cü testdə. 3-cü testdə cümlənin əvvəlində keçmiş zaman var, sonradan gələcək zaman göstəricisi var. Keçmişlə gələcək zaman qətiyyən uzlaşmır, amma keçmişlə keçmiş, indiki ilə indiki uzlaşa bilər. Ona görə də bizim doğru variantımız 1 ilə 5-dir. Yəni C variantıdır. Tərcümə edirik. When my parents leave China, they will move to Los Angeles. Mənim valideynlərim Çini tərk eləyəndə onlar deməli Londona köçəcəklər. Çini tərk edəndə Londona köçdülər. Keçmişlə keçmiş, indiki ilə gələcək uzlaşdı.